Uşaqlarda, yeni doğulmuşlar da anadan gəlmə bağırsaq keçməməzlikləri, bunlar özünü necə bürüsə verir, bunlar ana bətnində belə görülür. Bağırsaq keçməməzliyini yaradan səbəblər 12 barmaq bağırsağın qapalı olması, nazik bağırsaqların bir-birinə birləşməməsi, malrotasiya dediyimiz hallar, bəzən hiç burun xəstəliyi eyni halı verə bilir, bəzən də anus deliatrezis, yəni anus deli olmayan uşaqlar. Bağırsaq keçməməzliyini çox yaradan 12 barmaq bağırsaq və nazik bağırsaqlardakı problemlərdir ki, bunlar da dediyimiz kimi ana bətnində görülür və bu pasientlər doğular-doğulmaz artıq uşaq cərrəsi olan bir xəstəxanada doğulmalıdır və doğulan kimi onlar hazırlanaraq neonatoloji komanda tərəfindən cərrahi əməliyyat olunur. 12 barmaq bağırsağın qapalı hissəsi bir-birinə birləşdirilir, hansı ki bu hal double bubble dediyimiz bir simptom kimi görünür ana bətnində və bununla problem aradan qalxar. Nazik bağırsaqda olan keçməməzlikdə isə atreziyalardır, nazik bağırsaq atreziyaları. Bunlarda bir neçə növləri var ki, bunların hamısı cərrahi müdaxilənin aradan qaldırılır. Sadəcə valideynə diqqətli olsunlar, vaxtında, yəni diaqnozu qoyulmalıdır və vaxtında müdaxilə olunmalıdır və bu uşaqlar mütləq professional bir mərkəzdə doğulmalıdır. Kənarda doğulub hansısa bir xəstəni köçürmək bunlar üçün həyatının təhlükə yarada bilər. Təşəkkür edirik.